Hepinize salam dostlar. 10 günlük bir müddətdən sonra geri qayıtdım və ingilis dili videomuzun part 2 hissəsini sizlərlə bölüşürəm. Deməli, bu videoda 10 gün ərzində nələr etdim, hansı işlər gördüm, yeni kəşf etdiyim şeyləri sizlərlə bölüşmək istəyirəm. Videonun birinci hissəsinə baxmaq üçün bu videodan əvvəlki videoya baxa bilərsiniz. Kanala abunə olub da videoya like atmağı unutmayın. Çünki hər video 250 like-dan sonra gəlir. Videoya keçməzdən öncə sizlərə özümü tanıtmaq istəyirəm. Mən Gül Zeynalova, beynəlxalq münasibətlər ixtisasında təhsil alıram və 3-cü kurs tələbəsiyəm. Artıq 2 ildən uzun bir müddətdir ki, siz izləyicilərin, abituriyentlərin və faydalanmaq istəyən hər kəsin faydalanması üçün müxtəlif kontentlərdə videolar çəkirəm və bugünkü videomuzda da əlbəttə əvvəldə də danışdığım kimi ingilis dilini 100 gündə öyrənmək haqqında bir videodur. Bu videoda siz mənim paylaşdığım vəsaitlərdən, resurslardan istifadə edərək ingilis dilinizi daha da təkmilləşdirirsiniz. Mən özüm praktika məqsədi ilə bu videonu başlatmışam. Həmçinin sizlərin sıfırdan və yaxud da ki olduğunuz bazadan daha yaxşı olmasını istədiyim üçün bu videonu paylaşıram. Və müxtəlif resurslar və saitlər onu part 1 videosunda qeyd etmişəm. Keçid edib oradan baxa bilərsiniz. Keçən dəfə göstərdiyim ingilis dili kurs kitabının, bu arada bilməyənlər üçün Navigate Coursebook, bu kitabın qrammatikasını işləmək qərarına gəldim. A1-i bitirdim bu arada. Dünən axşam A1-in bütün qrammatikasını işlədim, bitirdim. A2-nin qrammatikasına başlamışam indi. Düşünürəm ki, əslində bir dili danışıq səviyyəsində öyrənmək üçün qrammatikaya çox da ehtiyac yoxdur. Amma qrammatika mütləq ki olmalıdır. Ona görə də qrammatikanı başlayıram bugündən A2-ni bitirməyə. Böyük ehtimalla 2 gün ərzində, bəlkə də 1 gün ərzində bitirərəm. Bu müddətdə nələr etmişəm sizə göstərim. Əvvəlki videoda da demişdim ki, dəftər tutmalısınız özünüzə və bu dəftərdə siz yazmalısınız hər bir şeyi. Speakinglər etmişəm, listeninglər etmişəm və etdiyim hər bir şeyi əlbəttə ki burada yazmışam. Bununla yanaşı mən sizə istifadə etdiyim nağıl kitabını göstərmək istəyirəm. Bunu əslində A2 olan vaxtı almışdım. Çünki elementary level'dır. Yəni A2 level'dır. Bunu istifadə etmək məqsədim sadəcə olaraq daha da axıcı öyrənməyimdir. Öyrənmək üçün yəni istifadə edirəm. Normalda yəni üzündən readingim çox yaxşıdır. Mənim listeningim zəif olduğuna görə mən çətinlik çəkirəm. Amma qarşıdakı hədəfim sadəcə olaraq bu 2 aylıq müddətdə kursa başlayana kimi listeningimi daha yaxşı etməkdir. Bununla yanaşı sizə yəni müxtəlif mənbələrdən istifadə edirəm YouTube-da. Siz də istifadə edib yəni belə gördüyünüz sözlər, quizlər olan müxtəlif PDF-lər tapa bilərsiniz. Sizlərin daha yaxşı öyrənməsi üçün WhatsApp kanalımda, WhatsApp qrupumda günlük olaraq danışıqlar eləyirik, danışırıq, ingiliscə danışırıq və o qrupun da linkini aşağı qeyd etmişəm. Ora qoşulub istifadə eləyə bilərsiniz. Hazırda 19:42-dir. Mən təxmini elə 40 dəqiqədir ki, bəlkə də 1 saata yaxındır ki, ingilis dili ilə məşğul oluram. Gördüyünüz bu kanaldan, bu kanal hansı ki PDF-də qeyd etdiyim PDF içində yəqin videonun əvvəlində demişəm, çünki bu videonun heç əvvəlini çəkməmişəm. PDF üçün aşağıda qeyd etdiyim ingilis dili məşq kanalımıza qoşula bilərsiniz, qrupumuza qoşula bilərsiniz, pulsuzdur. Gördüyünüz kimi bu kanaldan müxtəlif cizgi filmlər var idi, onlara baxdım alt yazılı. İndi də Crash mahnısını dinləyirəm, nəsə telefonum fokuslanmaq istəmir. Yəni mən onsuz da ingiliscə mahnılara çox qulaq asan idim. İndi də əvvəllər qulaq asanda sadəcə qulaq asmaq üçün asırdım. Amma indi məqsədli bir şəkildə ingiliscə dinləmə qabiliyyətim daha yaxşı olsun deyə. Bu arada mən ola bilər ki, nitqim axıcı olsun və yaxud da ki, söz bazam yaxşı olsun. Amma məndə listening problemi var uşaqlar. Həqiqətən balaca vaxtdan bəri bu problem məndə var. İndi o problemi düzəltmək üçün maksimum dərəcədə çalışıb bu 100 vərəqli dəftəri sentyabra qədər bitirməliyəm. Yəni mən özümə elə söz vermişəm və bir şey də qeyd edeyim ki, orada öyrəndiyim sözləri bura tətbiq edirəm, bura yazıram və cümlələrdə işlətməyə çalışıram. Məqsədim mənim budur hazırda. Sizi bilmirəm. Siz də öz məqsədinizi, nə üçün öyrəndiyinizi və nələri öyrəndiyinizi bu müddətdə qeyd edin. The fetus gets all it needs. Yeni bir praktika günündən hər birinizə salam. Deməli 2 gündür dişim ağrıdığına görə mən ingilisdən heç bir şey edə bilmirəm. Amma yenidən başladıq öyrənməyə. Bugün yenə də ekstra bir şeylər yoxdur. Söz öyrənəsiyəm və maksimum dərəcədə listeningimi təkmilləşdirəsiyəm. Hazırda birinci video budur. In My Dreams adlı. Bu arada buna baxın.
Salam dostlar. Deməli bugün ayın 29-dur və mənim təəssüf ki 2-3 gündür dişim ağrıyır və buna görə heç bir şey oxuyub yaza bilmirəm. Amma indi başladım təkrardan. Bugünkü mövzumuz isə shadowingdir. Yəni ki daha native, daha axıcı danışmağımız üçün olan bir qayda. Belə bir şey tapdım. Burada 5 gün ərzində ingilis dili challenge edir, speaking challenge. Burada izlədiyim kanal bu idi. Çox yaxşı British accent var, yəni çox bəyənirəm. Neçə videosuna baxdım. Let's continue. I speak slowly and clearly. I speak slowly and clearly. Yesterday morning. Say it with me. Yesterday morning, I was running late for work. I grabbed my bag, locked the door, and and rushed to the station. When I got there, We live in such an interesting industry. We live in such an interesting industry and in such an interesting time. Uşaqlar, növbəti shadowingimiz gördüyünüz bu Frozen çizgi filmin adı. Onu edirik. 4-cü shadowingimizdir. Guys, hazırda 5-ci shadowingimizi edirik və mənim idealım olan Billie Eilish'in shadowingindən istifadə edirik. Həqiqətən, bu arada mən Billie Eilish'ə oxşuyuram. Bu məlumatı niyə verdim bilmirəm, amma mənim dostlarım da deyir, mən özüm də özümü şəxsən çox oxşadıram. Mən Billie Eilish'in gözü qəhvəyi versiyasıyam. Mən buna da baxıram. Baxın, bu qız vlogları var. English with Evie. Çox qəşəng, maraqlı vloglar çəkir. Baxa bilərsiniz. The other night, we are sitting down to... Dostlar, sizə bir cümlə deyirəm və bu cümləni yəqin ki ekranda qeyd edərəm. Siz də bu cümləni oxuyun, davamını sonra gətirək. Consuming unhealthy food can have a detrimental effect on your overall health. Böyük ehtimalla siz bu cümləni tam anlamıyla başa düşmədiniz. Çünki bu cümlə seviyyə level bir cümlədir və yaxud da ki, ola bilsin buradakı bəzi sözləri biləsiniz. Hətta ola bilsin bu sözlərin heç birini bilməyənlər də var. Burada heç bir qəbahət yoxdur. Sadəcə olaraq indi sizə bir şey başa salmaq istəyirəm. Bunu dedim, səsləndirdim, siz anlamadınız. Amma bir də bu şəkillərə baxın. Artıq cümlədən nə demək istədiyimi böyük ehtimalla anlamısınız. İngilis dili öyrənmə prosesi də bu şəkildədir. Siz gözünüzlə görməlisiniz, həmçinin qulağınızla eşitməlisiniz. Yəni bir şeyi şəkil olaraq görmək və hiss etmək daha məntiqlidir, hansı ki onu başa düşmək üçün və bir dilə məruz qalmaq lazımdır. Hazırda mənim telefonumun dili ingilis dilindədir və istifadə etdiyim bir neçə oyun var ki, təzə yükləmişəm. Mən normalda oyun oynayan birisi deyiləm. Bu oyunları ingilis dilinə çevirmişəm. Həmçinin YouTube'dan bu oyunlar haqqında videolara baxıram. Sizlərin bir neçə suallarınız var idi. O sualları cavablandırmaq istəyirəm. Sualımız belədir ki, ingilis dilində danışığım çox zəifdir, dinləmə, oxuma çox yaxşıdır, B1 falandır, amma qrammatika yazı, danışıq zəifdir. Nələr edə bilərəm? 9-cu sinif imtahanında ingilis dilini 90+ yazmaq üçün tövsiyələriniz nələrdir? Əvvəla onu deyim ki, 9-cu siniflər haqqında kanalda video var. Yeni videoları da imtahana yaxın və yaxud da ki, il ərzində paylaşacağam. Bu öz yerində. Bununla yanaşı, ingilis dilində danışıq və s. çox zəifdir deyirsiniz. Amma ingilis dilində bir insan levelini bəlli etmək üçün listening, reading, speaking və writing, yəni bu 4 bacarıq, ekranda da qeyd etdiyim, hamısı yaxşı olmalıdır. Bu təqdirdə siz səviyyənizi bəlli edə bilərsiniz. İngilis dilində danışığınız zəifdir. Danışığın zəif olmaq səbəbi praktika etməməkdir. Və bayaq da videoda qeyd etdiyim kimi, siz o dilə məruz qalmalısınız. Bu videoların da məqsədi zaten budur, sizi məruz qoymaq. Nərgiz Nəcəfin kitabı yoxdur. Dünya Nigardan istifadə edə bilərəm. Yəni sözləri oradan öyrənə bilərəm. Əlbəttə ki, istədiyiniz bir vəsaitdən, istədiyiniz bir mənbədən, Oxford və yaxud da ki, IELTS mənbəsi və yaxud da ki, lüğət, Azərbaycanca, ingiliscə kitabı, Dimin vəsaiti, istədiyiniz hər hansı bir lüğət kitabından sözləri öyrənə bilərsiniz. Ən çox verilən suallardan biri də hansı level olduğumuzu necə müəyyən edə bilərik? Yoldaşlar, bunu hər zaman qeyd etmişəm. Müəyyən bir müəllim və yaxud da ingilis dili müəlliminiz, kurs müəllimi danışırsınız, 2-3 dəqiqə ərzində zaten o sizin levelinizi böyük ehtimalla müəyyən edə bilər. Yəni danışsanız kifayətdir. Bir müəllimlə danışıb söhbət edin, levelinizi öyrənin. Amma kurs müəllimi olsa daha yaxşı olar. Elə tövsiyə edirəm. Video hər gün olacaq, yəni belə videolar. Xeyr, qeyd etdiyim kimi 10-15 gün aralıqda gələcək və sizlər bu sayədə videolardan xəbərdar olacaqsınız. Filmə baxmaqda çətinlik çəkənlər olmuşdu. Birinci videoda Friends filmini qeyd etmişdim, amma göstərdiyim link ödənişlidir. Mən videoda da qeyd etmişəm. Siz başqa bir linkdən, başqa bir saytdan istifadə edib Friends filminə pulsuz şəkildə baxa bilərsiniz.
Bir sual daha var idi. Salam, mən A2 B1 leveldən normal çalışmaqla 3 aya B2 olmaq olar. Yəni B2 ola bilərəm. Onu deyim ki, A2-dən B1-ə keçmək çox çətin bir leveldir. Çünki bu aralıqda biraz sözlər, qrammatika bazası dərindir və A2-dən B1-ə keçən bir insan birbaşa keçə bilməz. A2, A2 plus B1 ola bilər. B1-dən sonra B1, B2 olmaq 3 ay üçün çox azdır. Bunu yorumda da qeyd etmişdim, şərhdə də qeyd etmişdim. B1-dən B2-yə keçmək arasında sözlər, bir-birinə bağlılıq, üst level qrammatika, bu biraz çox olduğuna görə çətinlik çəkəcəksiniz. 3 ay müddəti biraz az müddətdir. Çünki söz bazası lazımdır, qrammatika daha sürətləndirmək lazımdır, listening, reading, writing bacarığını möhkəmləndirmək lazımdır. Tez danışıram ki, sıxılmayasınız və B2 levela 3 ayda yiyələnmək biraz qəliz məsələdir. Dayanmadan gündə 2-3 saat, 4 saat məşğul olsanız 100% ola bilərsiniz amma. Kommentlərin birində də salam, necəsiz? Hansı kitab tövsiyə edirsiniz? İngilis dilindən hekayələr, əsər oxumaq istəyirəm. Salam, yaxşıyam, çox sağ olun. Siz necəsiz? Bayaq da qeyd etdiyim kimi mən bu gördüyünüz nağıl kitabını tövsiyə edirəm, amma istədiyiniz hər hansı bir kitabçıya yaxınlaşıb level kitabı alıb oxuya bilərsiniz, fərq etməz. Suallarımız da bu qədər idi. Ümid edirəm ki, videomuzu bəyəndiniz. Ümumilikdə videomuzun ikinci partı bundan ibarət idi. Məncə müəyyən bir şeylər var ki, öyrəndiniz və mən sizə öyrədə bildim. Əlavə olaraq suallarınıza da cavab verdim. Üçüncü partda görüşmək ümidi ilə like atıb kanala abunə olub şərh yazsanız sevinərəm. Çox sağ olun. Sentyabra qədər hədəfim 8K-dır. Hazırda 7500 nəfərik. Minnətdaram təkrardan. Sağ olun. Hələlik. Bye.